Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbə yeni direktor təyin olunub. Bu vəzifəyə Mehdiyeva Zaminə Bəhman qızı təyin edilib. Zaminə Mehdiyeva ixtisasca biologiya müəllimidir və pedaqoji fəaliyyətinə 2015-ci ildən başlayıb. 2 il əvvəl atamı itirdim. Mənim üçün dost idi. İnsan itirəndən sonra qədrini bilir, onlara axtarır. Hər şey tapmaq olur, övladı da, amma valideyni tapa bilmirsən. Atam gecə yuxuma gəlib. Bu sözləri müğənni Əbdülxalid günortası verilişində deyib. Sənətçi dünyasını dəyişən valideynlərindən danışıb. Bəzən çox yoruluram. Bütün günü valideynlərimlə yuxuda danışıram. İnsan yaşlandıqca valideynə bir quru sözə ehtiyac duyur. Atamın son istəyi ilə sənətə yenidən qayıtdım. Dedi ki, səni boynubükük görmək istəmirəm. Yaxşı ki, mənim aldığım zərbəni görmədi. Bəzən fikirləşirəm, yaxşı ki, rəhmətə getdi, bu şeyləri görmədi. Tez getməyi yaxşı oldu. Anam deyirdi, vaxt gələcək, gəlib daşa deyəcəksən, hardasan? Fikirləşirdim ki, bəsdir, övlad anadan yetim qalır.